oxumuş, görmüşəm onu. Bu deməli təqribən bəlkə bir səhifədən çox cavab verir Həzrət Əli. Hər abzas başlayanda deyir ki, ya əxəl yəhud, ya əxəl yəhud, ya əxəl yəhud. Hey bu sözü təkrar edir. Ey Yəhudi qardaş. Ey Yəhudi qardaş. Hər təzə fikrə başlayanda təkrar bu sözü deyir. Uzun söhbət içində başqa dinin nümayəndəsi ilə ədəb qaydalarına riayət edir əleyhissalam. Ona İslam ədəbinə uyğun davranır. Əmr ibn Əbdəvidi ki, hamı tanıyır. Əmr ibn Əbdəvid Xeybər döyüşündə əleyhissalamdan qarşı-qarşıya gəlir. Çox vacib bir döyüşdür. İslamın müqəddəratını o döyüş həll eləyir. İslamın taleyini. Əleyhissalam şücaətlə döyüşür ona qarşı, onu qətlə yetirir, onu öldürür. Zirehini götürmür. Döyüşdən qənimət götürmək ən ibtidai haqqdır, bu gün də var. Yəni döyüş qəniməti, düşmənə zərbə vursan onun sürsatını, silahını qənimət olaraq götürürsən. Həzrət Əli onun zirehinə dəymir, gəlir. Çox da bahalı zirehi var idi, yəni Həzrət Əli üçün çox qiymətli idi o. Onu satıb bir xeyli özünü təmin eləyə bilərdi. Gəlir, sahabələr soruşur ki, Peyğəmbər sahabələri ki, ya Əli, niyə zirehini götürmədin? Axı biz görmüşük döyüşdə qənimət götürərlər. Həzrət Əli isə cavab vermir, gəlir Peyğəmbər buyurur ki, ya Əli, de, səbəb nə idi ki? Elə istəyir ki, yəni bizə dərs versin Həzrət Əli. Səbəb nə idi o zirehi götürmədin? Həzrət Əli təxminən bu məzmunda, mən cümlə demirəm, belə cavab verir ki, deyir o düşməndir, bizə həmlə elədi, mən də nə qədər nəsihət elədim, başa düşmədi, gəldi bizə hücum elədi, mən də vəzifəm ondan döyüşmək idi, ondan vuruşmaq idi. Mən də ondan vuruşdum, o qətlə yetirildi, amma o nüfuzlu bir adamdır. Qəbiləsinin ağsaqqalıdır, hörmətli bir adamdır, onun hörmətini sındırmaq istəmədim. Onun hörmətinə toxunmaq istəmədim. Düşmən də olsa, hər kim olsa, onun öz qəbiləsi içində nüfuzu var, onun böyülüyünə uyğun davrandım. Yəni bu ədəbi indi bugün kim riayət eləyir müsəlmanların içində? Bu bizə İslamın verdiyi düşməndir, vuruşursan, təcavüz eləyib, o sənin vəzifəndir, vuruşmaq ayrı məsələdir. Sizinlə vuruşanlarla vuruşun, amma o demək deyil, nə istəyirsən onu eləyəsən. Döyüşdə də ədəbə riayət eləməyə bu qədər təkid eləyir. Amma bugünkü dünyada qərb mədəniyyətinin bir daha deyirəm, əsas fəsadlarından biri budur ki, ədəblə vuruşur, ədəbi hədəf alıb. Özdə bu adla ki, sərbəst ol, rahat ol, səmimi ol, səmimiyyət adı ilə. Yəni sən belə deyilsən, belə də davran. Amma insan səmimiyyətin mənası bu deyil, içində olan hər çirkinliyi əməl vasitəsi ilə üzə çıxartsın. Bu səmimiyyət bunu tələb eləmir. Kitablarında yazır, deyir, ata ölüb, sən də sevinirsən ki, səndən atadan sənə irs gəlib çatıb, milyonlar qalıb. Deyir, sevinirsənsə, da niyə görə gedib yas verəsən onu? Sən sevinirsən, sevin. Orada bir xidmət yaradılıb, belə bir xidmət var. Zəng eləyir ki, atam ölüb, gəlin onu bastırım. Bir gün də yazsat verim. Hamıya aid deyil bu, hamıya aid deyil. Və qərb deyəndə həmişə bunu deyirəm ki, bütün Avropaya, qərb mədəniyyəti, bütün qərb xalqları nəzərdə tutulmur. Çox müsbət ənənələr var, müsbət dəyərlər var onların özündə. Mən o tendensiyanı nəzərdə tuturam. Tendensiya nədən ibarətdir? Oturur, o xidmət gəlir, onu aparır, bastırır, dəfn eləyir və bitir məsələ. İndi bunun adını qoyur ki, səmimiyyətdir bu. Din demir ki, riyakar ol, ədəbə riayət eləməklə. O zaman ədəb pis bir şey olardı ki, zahiri gözəlliyin arxasında çirkinliyi gizlədəsən, ki, etimad qazanasan. Bu riyakarlıqdır, bu pis bir şeydir. Bəzi adamlar var, qəşəng bəzənir, düzənir, ona gülür, buna gülür, amma bu ilə içini gizlədir, bu pis şeydir. Bu pis şeydir. Amma insan zahirini gözəlləşdirir ki, müqəddim olsun, içi gözəlləşsin, o İslamın bəyəndiyi ədəbdir. Sən birdən-birə köklü batini xüsusiyyətləri içində düzəldə bilməzsən, islah eləyə bilməzsən. Nədən başla? Zahiri düzəltməkdən. Daxili gözəlləşdirəsən.
Hədislərimizdə var, kim kimə özünü oxşatsa, onlar kim olacaq? Zahirən, özü kimi oxşatsan, axırda onun aqibəti ilə üzləşəcəksən, o mahiyyətə sahib olacaqsan. Odur ki, sən birdən-birə yaxşı ola bilmirsən. Yaxşılar necə rəftar eləyir? Yaxşıların rəftarına öz rəftarını uyğunlaşdır. Ona uyğun davran, yavaş-yavaş yaxşılar kimi olacaqsan. Yaxşılar kimi olacaqsan. Amma bugün əksi dünyada təbliğ eləyirlər. Ürəyin necə istəyirlər, sərbəst olsan Allah, səmimi ol, rahat ol. Amma din deyir yox. Ürəyin nə istəyir yox. Ədəbə riayət eləmək çox önəmlidir. Həzrət Əli əleyhissalama bunları eşitmişsiniz, keçmişdə çox eşitmişsiniz, amma indi mövzuya görə təkrar deyirəm. Evinə qonaq gəlir. Bir ata gəlir, bir oğul. Ata ilə oğul qonaq gəlir. Həzrət Əli əleyhissalam durur, atanın əllərini yuyur. Özü əlinə su tökür, o da əllərini yuyur. Oğluna növbə çatanda İmam Həsən əleyhissalama deyir ki, oğlun da dur əllərini sən yu. Sən əlinə su tök. Və sonra da özü izah eləyir hərəkətini. Oğlana deyir ki, elə təsəvvür eləmək ki, mən sənə qarşı hörmətsizlik elədim və yaxud da özümə sığışdırmadım ki, mən boyda kişi durum sənin əl və su töküm. Xeyr, sən atoğun ehtiramını qorumaq üçün bunu elədin. Ki, sən görəsən ki, ata böyüdürsən, yəni sən tək gəlsəydin, mən elə özüm əl və suyu tökəcəkdim. Sənin atoğun sənin yanında ehtiramını qorumaq üçün. İndi bu sözlər bəzilərinə köhnə sözlər kimi görsənir ki, bu köhnə adətlərdir, ənənələrdir. Ədəbə riayət eləməyin nəticəsi əsas budur, bundan ibarətdir ki, ədəb nəfslə mübarizədir. Bir adam istəsə ədəbli olsun, sadə dillə deyim. Bir adam qərar məqsəd qoysa ki, ədəbli olsun, o mütləq özünə yox deyəcək. Və bütün gözəlliklər də bu özünə yox deməyin arxasında gizlənir. Ona görə ədəb mübarizədir, nəfslə mübarizədir deyə ədəbdən insan zənginləşir mənəvi baxımdan. Bunu da uşaqlıqdan eləmək lazımdır. İndi biz təəccüblənmirik, baxırıq, oğul uzanıb, oturub, ata girir, oğul durmur ayağa. Bu bizə indi adi gəlir, amma biz bir vaxt dəhşətə gəlirdik bundan, bunu görsəydik. Və bunu keçmişin adət ənənəsi deyib üstünə xət çəkmək düzgün deyil. İnkişafın göstəricisi vallah bu deyil ki, kiçik böyüyü saymasın. Xüsusən namaz qılanlar 2 rükət Allaha namaz qılır da elə bilir ki, heç nə eləməli deyirlər. Bir evə ki, ata daxil olur, uşaq ayağa durmur, ədəb göstərmir, ayağını uzadıb özü üçün telefonla oynayır. Bu uşağın axırı necə olacaq? Bu ailə necə bir ailədir? Amma bu artıq təəssüflər olsun ki, çox adi bir şeydir. Əvvəllər təəccüblü idi ki, ağsaqqal böyük girəndə indi uşaq heç tərpənmir. Vallahi ki, bu keçmişə bağlı bir məsələ deyil. Və mən ədəbə tamam fərqli kontekstdən bugün yanaşmaq istəyirəm. Köhnə bildiyimiz məfhumları yeni baxımdan araşdırsaq görərik ki, gün keçdikcə daha çox zərurəti var bunlara əməl eləməyə. İmam Hüseyin əleyhissalamın həyatında var ki, o qədər ədəbli idi ki, İmam Həsən söz danışmamış, o danışmazdı. Həzrət Əbəlfəzin barəsində nə qədər eşitmişsiniz ki, İmam Hüseynin müqabilində necə ədəblə oturardı. Bu ədəb idi ki, onlara o zirvəyə ucalmağa təkan verdi, gəldi, Kərbəla şəhid oldu, Həzrət Əbəlfəz o dərəcələrə getdi, çatdı. Bunu 7 yaşdan uşağa öyrətməlisən, uşağı buna vadar eləməlisən. Mən bunu hər dəfə təkrar deyirəm, çünki evdə bunu 7 yaşdan uşağı özü ilə mübarizəyə, ədəbə vadar eləməsə, mənim danışdıqlarımın xeyri olmayacaq. Yəni, sonra 20 yaşda məclisdə gəlsə, onun xeyri olmayacaq, ya da az xeyri olacaq. Ona görə bunu ailələrdən başlamaq lazım. İndi belə bir söz deyirlər ki, uşaq özü başa düşsün, sonra özü düzəltsin özünü. Bu səhv fikirdir. Uşağın ədəbi başlayır ağlı işə düşməmişdən əvvəl. Hələ başa düşməyəndə. Mən keçən dəfə də dedim, qoy başa, o nə bilir namaz nə deyir. 7 yaşdan deyir, namazı qılmağa vadar elə. Bilirsiniz niyə? Bu 7-dən 14-ə qədər ədəbə riayət eləməklə, özü ilə mübarizə aparır. 14-də daha iti düşünməyə başlayır, bilirsiniz? Daha iti düşünməyə. Yoxsa bir uşaq kefi nə istəyir, onu eləyir, o sonra düşünmək vaxtı çatanda düşünə də bilməyəcək. Düşünə də bilməyəcək. Çünki düşüncəni əsir eləyən nədir? Kef, istəklər, meyillər. O meyilləri gərək əzəsən ki,
vaxtı çatanda düşüncən də daha iti olsun. Ona görə də 7 yaşından başla tərbiyə prosesini. Onu vadar elə. Qoy uşaq özü ilə mübarizə aparsın, özünə qarşı getsin, əl ayağını yıxsın. Yıxsın ki, sabah rahat düşünə bilsin. Əslində biz 7-dən 14-ə qədər onun düşünməsinə zəmin yaradırıq. Nə ilə? O qoy mənasını başa düşməsin. Mehribançılıqla, nəvazişlə uşağa başa sal ki, dərsdən gəldin, belə, məsələn, davranma, paltarı vaxtında dəyiş, belə otur, belə dur. Demirəm, onu bezdirək, yox. Sərbəstliyin içində, daxilində mehribanlıqla onu ona yavaş-yavaş, yorucu şəkildə qəbul elətdirmək zorla yox. Yavaş-yavaş onu ədəbləndirək. Ona görə deyir Əli əleyhissalam buyurur ki, ataların uşaqlara buraxdığı ən gözəl miras ədəbdir. Ədəb ən gözəl mirasdır. Bu baxımdan müsbət adət-ənənələrimizi də qorumalıyıq, bunu da deyim. Dinin gözəlliyi bir üstünədir, din yayıldığı coğrafiyada, yayıldığı ərazidə xalqların adət-ənənələrini də təsdiqləyib, müsbət adətləri, bəzi xalqın inkişafına mane olan adətlərdən imtina eləməliyik. Adət-ənənə, ədəb, ərkana uyğundursa vacib deyil İslam hamını standartlaşdırsın. Bəzi Azərbaycanlılar var, ərəbə oxşadır özünü, bəzisi başqa millətə oxşadır özünü. Bu lazımsız bir şeydir. Adət-ənənə o həddə ki, xalqın, millətin inkişafına mane olmur, din onun keşiyində dayanır, onu qoruyur. Çünki adət-ənənələr özü bir qəlbə salır insanları. Məsələn, bir dənə mən sizə misal deyim. Bizlər, biz Azərbaycanlılar işığa, nura xüsusi hörmətlə yanaşırıq. Məsələn, dindarlar görsə işıq yananda salavat deyir, bir şeylə deyir, işıqlığa çıxasan. Hə? Amma ad günlərimizdə nə edirik? Şamları gətiririk, söndürürük. Yəni, nə deməkdir? Filankəsin ad günüdür, elə şamı söndür. Mənası nədir? Oradan gəlib, əslində biz şamı yandırmalıyıq. Biz şamı yandırmalıyıq ki, işıqlığa çıxsın. Məsələn, fikir verin, bizim Novruz xonçalarımıza baxın. Novruz xonçamızda biz çırağı söndürmürük. O yanır öz-özünə. Bizim adətimiz budur, məsələn. Siz deyirsiniz, bu prinsipial məsələ deyil. Vallah, yavaş-yavaş, kör-körənə başlayırsan onu təkrarlamaq. O müasirlik sayılır, neysə, o xüsusi mahnısı da var, oxuyurlar. O mədəni insanlar da bunlar. Mədəni insanlar gələ onu fülüyüb söndürsünlər. İndi o söndürür, bizdə axı bu bizim mədəniyyətimizə uyğun bir şey deyil məsələn. Din deyir ki, sən özün kimi ol, öz adət-ənənələrini qoru ki, həzm olub getməyəsən başqalarının içində. Çünki bir millət başqalarının elədiyini kör-körənə təkrar eləsə, natamamlıq kompleksi yaranır. Özünə qarşı sualları yaranır ki, mən kiçiyəm, öz kiçiliyinə inanan xalq isə inkişaf eləyə bilməz. Ona görə də din bu məsələlərdə də adət-ənənə mane olmursa, mən demirəm biz mühafizəkar olaq. İnanın mən mühafizəkar insan deyiləm və din də mühafizəkarlıq deyil. Mühafizəkarlıq birisi nədir? Keçmişi, hər şeyini qorumaq, yenilikdən imtina eləmək. Qətiyyən səhv yoldur bu. Keçmişdən nə ki bizə mane olur bizim inkişafımıza, o keçmişdən imtina eləməliyik. O adətlərdən bir mənalı imtina eləməliyik. Və bizim inkişafımıza səbəb olan istənilən yeniliyi mənimsəməliyik. Amma bu o demək deyil, bütün adət-ənənəmizin üstündə xətt çəkək. Adət-ənənə zamanın sınağından çıxıb, o özü onu göstərir ki, bir çoxu yaşamaq haqqı qazanıb. Və bu adət-ənənə hər xalqın özünə məxsus həm də ədəb qaydalardır ki, din də buna dəstək verir, buna müsbət qiymət verir. Həyat tərzi bizim rəftarımızın formasıdır, şəkilidir və çox önəmlidir. Çünki bizim mənəviyyatımıza təsir göstərir. Ədəbli insan nizam-intizamlı insandır. Nizam-intizamlı insan kimdir? Ürəyi istədiyi hər şey eləməyən adamdır. Və bu qəlbə səfa bəxş eləyir, nur bəxş eləyir. Ədəbsizlik amma, məsələn, hansısa bir ədəbsiz geyim, cəmaat başlayıb, görürəm ki, məsələn, mən də baxıram, siz də baxırıq, başlayıblar geyinməyə. Niyə? Moddur bu. Cavab sadədir. Heç nə deyəmirsən, moddur, indi belə dəbdir. O dəbi kim müəyyən eləyir və o dəbi niyə müəyyən eləyir? Hərzə bir dənə nəsil formalaşdırmaq istəyir o tərəfdən. Bir xalq ədəbsizdirsə, ədəbsizliyi dəb olaraq qəbul eləyirsə, hərzədir. Hərzə yəni nə? Yəni kefinə istəyir onu eləyir. Bir cavan nəsil ki, kefinə istəyir onu eləyir,
onu o tərəfdən özlərinə qul eləmək asanlaşır. Ona görə o qərb mədəniyyətinin dəb şəklində bəzən təlqin olunması, qəbul etdirilməsi, bunu mən demirəm. Gedin, açın kitab oxuyun, mən sizə tövsiyə edirəm, biraz çox kitab oxuyun, görəcəksiniz. Görəcəksiniz ki, biz sadə bildiyimiz şeylərin arxasında bir çox məqsədlər dayanıb, onlar bunu məqsədli şəkildə eləyirlər. Gələk Hücurat surəsinə, az vaxtımız qalıb. İkinci xütbəni də mən həmişəki kimi qısa eləyəcəm, yəni dualardır deyə, Quran dualarıdır. İndi Hücurat surəsinin bir-iki ayəsini sizə tərcümə eləmək istəyirəm. Dedim ki, Hücurat surəsi ədəb surəsidir, əxlaq surəsidir. İstəyirsinizsə, Hücurat surəsini oxuyun indi. Həmişə oxumasaz da, təfsir müddətində ki, biz cümələr danışırıq. Hər dəfə gedin Hücurat surəsini ərəbcə oxuyun, tərcüməsinə baxın. Ədəb ərkanı öyrədir bizə. Birinci ayəsi nə idi? İtayət ədəbi idi. Allaha və Peyğəmbərə itayət ədəbi. İkinci ayəsi itayət ədəbi deyil. Peyğəmbərlə rəftar, davranış ədəbidir. Bilirsiniz ki, Peyğəmbər çox ədəbli adam idi, çox həyalı adam idi. Və bir adam ədəbli, həyalı olanda bəziləri cürət tapır ona qarşı ədəbsiz deyiləz. Belə bir şey var insanlarda. Bir özünü ədəbli aparanda, o biri deyirlər buna neynəsə də, onsuz da bizə heç nə deməyəcək. Ədəbli adama cürət eləmək nadan adamların xüsusiyyətidir. Və Peyğəmbərin də ətrafında belə nadanlardan var idi. Davranışlarını bilmirdilər Peyğəmbərlə. O dərəcədə azğınlaşa, tərbiyəsizlik, ədəbsizlik eləyirlər ki, əbasını çəkirdi bir Peyğəmbərin, müraciət edirdi. Bura bax, məsələn, boynu qızarırdı. Bilirsiniz də o bədəvi, bəzi o çöl ərəblərinin davranışı necə idi. Belə bir insanlar idi. Və Quran onlara ədəb dərsi verir və bu ədəb dərsi təkcə o bədəvi çöl ərəbləri üçün deyil, bütün əsrlərdə, dövrlərdə aktualdır. Çünki görürük ki, indiyəcən də bu məsələlər hələ insanlar arasında öz həllini tapmayıb. Bu ayələrdə ədəbdən danışır. Ya əyyuhəl-ləzīnə amenu. Ey iman gətirənlər. La tərfəu əsvatəkum fəvqə savtin nəbiy. Ey iman gətirənlər. Səsinizi Peyğəmbərin səsindən uzuya qaldırmayın. Ondan bərk danışmayın. Və la təcəhəru ləhu bil-qavl kəcəhri bə'dikum li bə'din. Deyir, onunla, onu çağıranda bir-birinizi çağırdığınız kimi çağırmayın. Məsələn, Həsən, Hüseyin, belə çağırmayın. Ağadan deyin qarşısında, ya Rasulallah deyin, ədəblə müraciət edin ona. Ona adı ilə özünüzü bir-birinizi çağırdığınız kimi çağırmayın. Sonra buyurur ki, maraqlısı budur. Ən təhbətə ə'malukum və əntum la təş'urun. Birdən siz belə eləsəz, tərbiyəsizlik, ədəbsizlik eləsəz, sizin əməlləriniz təhbətə, həbdə əməl, yəni əməlin sıfıra düşməsi. Deyirsiniz, belə eləsəz, sizin əməlləriniz hamısı sıfıra düşər, pozular, özünüz də bilməzsiniz. Əməlin hədər olması bilirsiniz nədir? Əməlin hədər olması bax budur. İnsan birdən-birə baxır, görür ki, baxmır, özü də bilmir. Nə ki, yaxşılıq eləyib, hamısı sıfır, pozuldu hamısı. Əməl dəftərindən bütün yaxşı şeylər pozuldu. Quran deyir bu sözü. Əməlləriniz batil olar, aradan gedər bilməzsiniz. Bu nə zaman olur? Bu ancaq kafir olanda adam, mürtəd olanda. Mürtəd kimdir? Mürtəd yəni dindən çıxmır. Bir adam bugün dindədir, sabah dindən çıxıbsa, onun bütün xeyirləri pozulur. Bu o halda olur. Görün, ədəb nə qədər mühümdür ki, deyir Peyğəmbərin müqabilində ədəbsizlik eləyəcəksiniz, birdən əməlləriniz birdən yox, deyir sizin əməlləriniz pozulacaq, batil olacaq, özünüz də bilməyəcəksiniz. Elə biləcəksiniz, imandasınız. Əslində siz bir mənada imandan çıxmışsınız. Bəziləri ədəbsizlik eləyirdi Peyğəmbərə, ucadan danışırdı. Onlar da ümumiyyətlə adət idi, hay-huy ilə danışırdılar. İndi də gedəndə bəzilərində görürsünüz. Sözü rahat, belə sadə, aram deyə bilmir. Qışqıra-qışqıra danışırdı, Peyğəmbər görür nə edirdi. Bunu İmam Həsən Əsgər əleyhissalam buyurur. Buyurur ki, Peyğəmbər o qədər rəhimli idi onlara, o qədər mərhəmətli idi ki, o qədər ədəbli adam olmasına baxmayaraq, o uca qışqıranda Peyğəmbər ondan da uca danışarmış. Nə üçün ki, ona rəhm edirdi ki, yəni ilahi, bax bunun səsi mənim səsimdən çox yuxarı qalxmadı. O Peyğəmbər ki, onun səsini heç kəs eşitməzdi, ədəblə, ərkanla davranır, gör bunların nə qədər dərdini çəkirdi ki, onlar qışqıranda bu İmam Həsən Əsgər əleyhissalam buyurur ki,
Elə bil ki, onların o ayə onların halına şamil olmasın deyə zahirən heç olmasa onlara dərs verirdi ki, yəni sonra da izah edirdilər onlara, başa salırdılar ki, sən səsü Peyğəmbərin səsindən uca qaldırma. Bunu başda Allahdan, Peyğəmbərdən, ondan sonra gəl imama, ondan sonra gəl valideynlərə. Ata-ananın qabağında ədəb çox mühüm məsələdir. Mən inanın ki, valideynlə bağlı elə hədislər var ki, qorxuram deməyə. Qorxuram bunu deməyə ki, uşaqlar, cavanlar eşidər sonra əməl eləməz, çox pis olar. Bunu qorxuram təkrar eləməyə. Ədəbsizliyin valideyn, ata-ana müqabilində ədəbsizliyin çox faciəli, çox ağrılı nəticələri var. Ona görə deyirlər ki, ata-ana çalışmalıdır ki, vəziyyətə nəzarət eləsin, iş o yerə gəlib çatmasın ki, uşaq ona ədəbsizlik eləsin. Çünki uşaq valideynə ədəbsizlik elədirsə, mən bilmirəm onun axırı nə olacaq. Hətta valideyn onu bağışlasa belə, mən inanmıram, inanmıram yox, yəni qətiyyətlə deyə bilmərəm ki, o uşaq xoşbəxt olacaq yoxsa yox. Çox mühüm məsələdir. Valideyn halal eləsə belə, elə bilməyin rahatlıqla Allah keçəcək. Və bəlkə də fürsət oldu, bilmirəm, gələn həftələrdə mən deyərəm ki, niyə bu qədər mühümdür? Yəni, axı bu zarafat məsələ deyil. Zarafat məsələ deyil ki, deyir, sizin əməlləriniz heç nə olur, batil olur. Əleyhissalam gəlir Peyğəmbərin yanına, icazə alır. İcazə istəyir. Peyğəmbər buyurur ki, ya Ali, əmə alimtə ənnə beyti beytuk, bilmirsən ki, mənim evim sənin evindir. Fəmə ləkə təstəzinu aleyyə. Və sən niyə məndən icazə istəyib içəri daxil olursan? Həzrət Əli ədəblə cavab verir ki, ya Rasulallah, əhbəbtu ən əf'alə zalik. Ürəyim istədi ki, belə davranım. İstədim belə rəftar edeyim. Ya Ali, əhbəbtə ma əhəbbəllah və əxəztə bi adabillah. Buyurdu ki, sən elə Allah istəyəni istədin və Allahın ədəbi ilə ədəbləndin. Allahın ədəbinə riayət elədin. Bu ayələr nədən danışır? Bu ayələr Peyğəmbərə ədəb göstərməkdən, indi baxın, ədəb göstərməməkdən, indi baxın, ədəb göstərməyin mükafatı nədir? Bu da qəribə bir şeydir. Görün, bizim mövzumuz nə qədər mühümdür. İnnellezîne yağuzzûne əsvâtəhum ində Rasulillah, ulaikellezîne imtihanallah qulûbəhum littəqva. Buyurur ki, o kəslər ki, Peyğəmbərin yanında səsini qaldırmırlar, onunla ədəblə danışırlar, bunlar o kəslərdir ki, Allah onların qəlblərini təqva ilə imtihan eləyib. Yəni bunlar, bir qəlb təqvası yadınızda danışmışdıq keçən Ramazan ayında. Qəlb təqvası əməl təqvasından mühümdür. Allah hər adama deməz ki, bunun qəlbi təqva ilə imtihan olunub, bu qəlb təqvasına malikdir. Xatırlayın, kim eşidibsə o söhbəti, o çox önəmli məsələdir. Qəlb təqvası, yəni bunların qəlbi təmiz adamlardır. Görün, zahiri ədəb nəyin hekayətidir, nədən xəbər verir? Quranı açın, baxın, görün, neçə dəfə Allah bu sözü işlədib ki, filan kəsin təqvası, qəlb təqvası var. Maraqlıdır ki, hamısı ədəb ayələridir əsasən. Təqvəl qulub, Quranda var, qəlblərin təqvası. Dalıca buyurur ki, ləhum məğfirətun və əcrun azim. Onlar üçün böyük bir mükafat var və bağışlanmaq var. Biri var, mən balacayam, mənim boyum 1 metrə neçə santimetr olar da, məsələn. Mən nəyəsə böyük deyirəm, deyirsən özü balacadır, biraz böyük bina görür, deyir, böyükdür. Biri var, əkbər olan Allah. Ən böyük Allah deyir ki, onlar üçün böyük mükafat var. Kim üçün? Heç nə. Peyğəmbərin qabağında səsini qaldırmayan, Peyğəmbərə ədəb göstərən insanlar. Və axırıncı ayəni oxuyum, sözümü tamamlayıram. İnnellezîne yunadûneke min verâil hucurat, əksəruhum la yaqilun. O kəslər ki, otaqların qapı, məsələn, sən içərdəsən, bayırdan səni çağırır. Bir içərdədir, qışqır, filan kəs, deyir Peyğəmbər, səni min verâil hucurat, otaqların bayırından, çölündən səni çağırır, onların çoxsu ağılsız adamlardır. Açıq aşkar. Yəni, belə də heç bir şeyə riayət eləmədən. Deyir, onların çoxunun ağlı yoxdur ki, Peyğəmbəri
belə çağırırlar. Yəni ədəbsizlik ağılsızlıq əlamətidir. Ağılsız adam da heç nəyə gedib çata bilməz. İnşallah gələn həftə Allah qoysa bəhsimizi qismət olsa davam elətdirərik. Çox maraqlı, eşitməli məsələlər bu surənin təfsirində var. Əuzu billahi